Salam dostlarımız. Dostlar, eğer desəz ki, bu niye video çəkmir, niye video paylaşmır? Yani ne oldu, bir ara başladı video paylaşmağa. İndi dayandırdı. Neyse, onun bir səbəbi var ki, elə bir mən sizə demişdim ki, səhərləri məşqələ gedəndə çəkərəm, axşamlar da özüm vardı nəsə bir çəkərəm. Yani bilən maraqlı iş nə olmur ya məşqələdə ya da axşamlar. Bir maraqlı bir nəsə olsaydı mən sizə yollayardım. İndi bunu çəkdim ki, yəni fikirləşməsiz ki, 5-6 gündə avlad, 5-6 gün yani 3 gün 4 gün avlad çəkdi. Sonra risk ortadan yox oldu. Yani nəsə bir maraqlı iş nəsə olsa, yenə mən həmişə kimi çəkəcəm. İndi həqiqətən iş yoxdur. Ancaq məşqələ ev, yəni heç bir şey yoxdur. Belə çəkərəm yavaş-yavaş. Yayda çölə çıxanda daha ətraflı sizə çəkərəm. Yani həm çöldə yayda 100% nəsə maraqlı bir şeylər olur. Həm də bir başqa yerə cəzb edərəm, onu çəkib edərəm sizin üçün. Neyse, hələlik dostlar, elə mən bunu deməyə dedim ki, elə neyse, insan gördüm onun üçün, uşaq gördüm, insana baxı. Uşaq gördüm onun üçün fikirləşdim. Neyse, elə mən buna görə video çəkdim ki, deyəm ki, niyə, yəni hansı səbəbə görə mən 2-3 gündür yoxam. Heç dostlar, hələlik görüşərik. Bir nəsə maraqlı bir şey olsa.